Vufon 3 məkanına, Bakı Olimpiya Stadionuna xoş gəlmisiniz. Məkan bir neçə zonaya bölünür. Qeydiyyat, A, B, C, D, S zonaları və bulvar ərazisi. Qonaqlar məkan ərazisinə avtobus enmə nöqtəsindən daxil olur və növbəli şəkildə əsas giriş vasitəsilə qeydiyyat pavilyonuna yönləndirilir. Bütün marşrut boyunca onlar qonaq xidmətləri könüllüləri və əməkdaşları tərəfindən istiqamətləndirilir. Pavilyona daxil olduqdan sonra onlar piyada təhlükəsizlik yoxlanışı sahəsinə keçirlər. Daha sonra onlar yenidən qonaq xidmətləri komandası tərəfindən qarşılanaraq akreditasiya və qeydiyyat masalarına yönləndirilir. Marşrut boyunca qonaqlar tibb otağını, itirilmiş və tapılmış əşyalar otağını, əlçatan yardım masalarını və baqaj saxlama otağını görə bilərlər. Akreditasiyalarını əldə etdikdən sonra qonaqlar hədiyyə paylama masalarına yaxınlaşır, çantalarını qəbul edir və akreditasiya skan zonasına yönləndirilirlər. Təhlükəsizlik yoxlamasından keçdikdən sonra isə ilk olaraq A zonasına daxil olurlar. Burada qonaqların suallarını cavablandırmaq üçün məlumat məntəqəsi fəaliyyət göstərir. A zonasında 28 görüş otağı, qida köşkləri və tibb otağı yerləşir. Eyni zamanda ikinci məlumat məntəqəsi və görüş otaqlarından ibarət iki tərəfli görüşlər mərkəzi də bu zonada yerləşir. A zonasından sonra ziyarətçilər ikinci dəhliz vasitəsilə B zonasına keçirlər. Burada media mərkəzi, dəyirmi masa otaqları, xüsusi sessiya otaqları və dialoq otaqları yerləşir. B zonasının mərkəzində əlavə bir məlumat məntəqəsi və qida köşkləri mövcuddur. Media mərkəzinin daxilində isə mətbuat konfransı zalı fəaliyyət göstərir. Qonaqlar B zonasından birinci dəhliz vasitəsilə çıxaraq C zonasına daxil olur. Burada onlar kofe məkanı və qida köşklərindən istifadə edə bilərlər. Bundan əlavə, uşaqlar üçün oyun meydançası, daha bir məlumat məntəqəsi və tibb otağı da bu zonada yerləşir. C zonasından sonra qonaqlar Urban Expo sərgi zonasına daxil olur. Pavilyonun girişində və sonunda iki məlumat məntəqəsi fəaliyyət göstərir. Sol tərəfdə poçt xidmətləri, sağ tərəfdə isə itirilmiş və tapılmış əşyalar masası yerləşir. Pavilyon boyunca müxtəlif qida köşkləri mövcuddur. Zalın sonunda tibb otağı, qida satış zonası və bankomatlar yerləşir. Bu ərazidən bulvar hissəsinə, həmçinin açılış və bağlanış mərasimlərinin keçiriləcəyi mərasim zalına keçid mümkündür. Stadionun daxili hissəsinə doğru hərəkət etdikdə qonaqlar müxtəlif xidmətlərin təqdim olunduğu xidmət qovşağına çatırlar. Onun qarşısında qarderob otağı yerləşir və burada onlar üst geyimlərini saxlaya bilər. Yaxınlıqda isə nümayəndələrin mühasibatlıq otağı, sakit otaq, bankomatlar, uşaq baxım otağı, xidmət itləri üçün baytarlıq xidmətlər otağı, həmçinin kişi və qadın ibadət otaqları yerləşir. Bütün ziyarətçilər məkanı A zonası vasitəsilə tərk edir və komandamız tərəfindən çıxış istiqamətinə yönləndirilir. Körpünü keçdikdən sonra isə qonaqları yolun digər tərəfində yerləşən məkan üzrə nəqliyyat mərkəzində nəqliyyat komandası qarşılayır. Beləliklə, Vufon 3 məkanındakı ziyarətçi səyahəti burada başa çatır.